Yəni kökünə baxırıq, o da feildir. Davam edir. Eyni şey burada da aiddir, sıxıntı. Məsəl üçün, sıxlıq sözündə bunun kökü sıx sifətdir. Hardan bilirəm? Çımlığa görə. Yəni başqa söz artıraq. Düzlük, düz olmasın. Yaşıllıq. Yaşıl feildir. Yox. Deməli, lıq şəkilçisi feilləri artırıla bilmir. Burada da o birisi qaydamız nətər idi? Bayaq dediyimiz. Burada da feilə eyni qaydan keçərlidir. İndi kök başqa şeydir. Yarandığı nitq hissəsi başqa şeydir. Burada da bunu izah eləyək. Məsələn, sözün kökü sıx feildir. Sıxıntı isimdir. Sıxıntılı oldu sifət. Deməli, bu söz sifətdir. Kökü nədir? Feil. Amma yarandığı nitq hissəsi isimdir. Burada nətərdir? Kökü feildir. Sonra olub sifət. Sonra olub isim. Yarandığı nitq hissəsi feildir. Deməli, bu səhvdir. Bir səhvdir. Kökü feil, başlanğıc forması isim. Baxaq, kökü feildir, bəli, başlanğıc forması da isimdir. Başlanğıc forma qrammatik şəkilçiyə qədər olan hissədir. Doğrudur. 5 ortaq cəhətdir. Sırf buna baxaq. Baxaq elə 5-ə. Tərkibində 4 variantlı şəkilçi var. Dır, bəli, doğrudur. Hamısında var. 6-ya baxaq. Tərkibində 2 leksik, 1 qrammatik var. Baxın, 2 leksik, 1 qrammatik. Bəli, bu da doğrudur. Deməli, 5 də düzdür, 6 da düzdür. Deyəsən, cavabımızı tapmışıq artıq. Kökü sifətdir. Başlanğıc forması isimdir. Kökü sifət heç nə yoxdur. Ümumiyyətlə yoxdur. Kökü və yarandığı nitq hissəsi fərqlidir. Hər ikisinin fərqlidir. Amma bunu ortaq cəhət kimi vermir. Bu burada olmalıydı. Deməli, bu da səhv oldu artıq. Cavab 2, 5, 6. 27. Doğrudur, yanlışdır. Diqqət eləyək. İsmin təsirli hallı işlənmiş cümlə müxtəsər cümlə ola bilməz. Müxtəsər cümlə nədir? Mübtədə və xəbər var və ya təkcə xəbər var. Yox, yəni səhv dedim. İkinci dərəcəli üzvü varsa bu genişdir. Yoxsa müxtəsərdir. Bu sual adamı çaşdıra bilər. Məsəl üçün deyirəm, kitabı ver. Bu cümlədə kitabı ver də. Baxırsan ki, ver nəyi? Kitab. İkinci dərəcəli üzvü var axı. Bu deməli geniş cümlədir. Amma adamı çaşdıran bir şey var. Artıq diqqət sualıdır deyə düşünürəm. Həm də savad lazımdır. Çoxlu test işləmək lazımdır. Məsələn, yazıram, dərs oxumaq. Dərsdən yazmayaq da biliriz. Mahnı oxumaq, nə bilim, maraqlıdır. Mahnı oxumaq gözəldir. Tutaq ki da. Gözəldir. Nə mahnı oxumaq? Təsirlik varmı mahnını oxumaq? Amma müxtəsər yox. Müxtəsər cümlə. Deməli, müxtəsər ola bilməz yazıb. Deməli, bu yanlışdır. Mənfi qoyaq buna. İsmin adlı halı bütün qrammatik şəkilçiləri qəbul edir. İsmin qrammatik şəkilçiləri hansılardır? Hal, ardıcıllıqla deyək. Mənsubiyyət, daha doğrusu cəm, mənsubiyyət, hal, xəbər, cəmh. Bir söz deyin, yadda qalsın. Məsələn, şairlər, imizdendir. Hal qəbul eləyənmirək, çünki adlıq halın şəkilçisi yoxdur. Deməli, bu düzdür. Bizdən elə edə bilmir deyirdi. İsmin yəri halı müstəqil xəbər ola bilir. Bəli, deyirəm ki, bizimdir. Kitab bizimdir. Bitdi. Oldu. Deməli, bu doğrudur. Gözlə görünə bilməyən bütün isimlər mücərrət ola bilməz. Məsəl üçün, hava mücərrətdir, konkret. Amma nədir bu? Gözlə görünmür, amma konkretdir. İndi gələk, burada situasiya sualı deyək, açıq suallara. Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov haqqında. Buradan özünüz oxuyun bunu. Belə bir skrin eləyib oxuya bilərsiniz. Bir də belə eləyək, bir də belə oxuyun. Şimdi baxaq, mən cavabları deyim, yoxlayın siz buradan. Əhmədiyyə Cəbrayılovun dəmir yol xəttini partlatmaqda məqsədi. Deməli, oxuduzsa, nə ola bilər? Əhmədiyyə niyə partlatmışdı? Elə cavab yuxarıda var. Yəni, oradan uşaqları
xilas eləmək istəyirdi və yaxud 500-ə yaxın bu fransızı xilas eləmək istəyirdi. Bir də orada cəmaatın aparılıb işlətməyinə mane olmaq üçün. Bu tipli cavablar doğrudur. Fransızların Əhmədiyyə Cəbrailovu xilas etməkdə məqsədi nə idi? Ümumiyyətlə istifadə eləmək istəyirdilər ondan. Almanlara qarşı istifadə eləmək istəyirlər. Belə də demək olar. Yəni əməkdaşlıq eləmək istəyirdilər. Yəni bunun elə kitabın cavabında da bu iki fikir verilmişdir. Tünd qara hərflə verilmiş cümlələr əsasında cədvəli tamamlayın. Baxaq tünd qara hərflərdə olan nədir? Bir dəqiqə. 2 dəqiqə. Kontekst, cümlədə kontekstə görə mənası olmayan söz. Kontekstə görə mənası uyğun olmayan söz nə ola bilər? Baxaq. Həbsxanada komendantın qulluqçusu fransız rəhbərləri rəğbətini qazanmaq üçün almanların rəğbətini niyə qazansın ki bunlar? Fransız və almanların rəğbətini düz olarmı? Olmaz. Rəğbət qazanmaq nədir? Əslində nə etmək olardı burada? Rəğbətini qazanmaq olan beynini qarışdırmaq deyə bilərdik da biz buna. Fikrini yayındırmaq da demək olar. Sonra baxaq. Tabutda gizlənmiş Əhmədiyyənin xilas edəri evindəki zirzəmiyə gətirilib. Bu heç. 2 dənə var. Bir sıra tapşırıqlarla yanaşı Əhmədiyyə Cəbrailov dəmir yol xəttlərini partladaraq düşməni minlərlə fransız Almaniyadakı həbs düşərgələrinə apararaq işləməyə səbəb olmuşdur. Yox. Nə olmadı? Tam tərsinə olmadı. Bunu oxuyanda da anormallıq hissi olur. Səbəb olmuşdur, yox. İşlətmələrinə nə olmuşdur? Əslində işlətmələrini də demək olar. İşlətdirmələrinin qarşısını almışdır demək olarmı? Yəni maneəçilik törətmişdir, belə demək olardı. Sonra buna aid xüsusiyyətlər Əhmədiyyə Cəbrailov görür ki, yəni həqiqətən cəsarətlidir, cəsurdur, eyni fikirdir. Cəsurdur deyə bilərdik. Sonra nə deyə bilərik? İgiddir, qorxmazdır. Bu kitabda baxın burada da nələr veriblər özləri. Qətiyyətlidir, qarşısında bir çox məqsədlər qoyur, fədakardır. Yəni belə müsbət şeylər nə varsa əksərən yaza bilərsiniz. Amma elə şey yazmalısınız ki, bunu əsaslandıra biləsiniz. Belə bir videomuzu tamamladıq. Əgər istəyirsinizsə ki, belə videolar ardı gəlsin, o zaman nə edəcəksiniz? Kanala dəstək olacaqsınız. Belə. Sağ olun.